Hər vaxtınız xeyirli olsun. Kanal izləyicilərimiz. Yenə gəldim, çıxdım. Kasıbların dostu. Dayı buradadır. Xırdalanda 4 otaqlı həyət evimizi çəkib təqdim edirəm. Əla bir quru yerdədir. Marşrutla arası hardasa 200-250 metr ola bilər. Kombisinə qədər var evin. Yuxarıda 3 otaqdır, aşağıda 1 otaqdır. Bir dənə aşağı pləkandan zəhmət olmasa bir dənə. Oranı. Zəhmət olmasa. Burada aşağıda 1 otaqdır. Təmiri yoxdur da yəqin ki, hə? Yox, təmiri yoxdur. Yəni, belə bir təmirsiz otaqdır. Gələcəkdə oranı da təmir edib, nə isə istifadə eləmək olar. Deməli, evin böyük başına keçidi var. Xırdalanda ən hündür ərazidədir. 119 marşrut dayanacağına harca 200-250 metr. Giriş hissəmiz, koridor sistemlidir. Mətbəxi. Əşyaları qalır da yəqin ki. Əşyalar qalır, bəli. Orada paltar yandır. Nə isə varsa, yəni qalır. Səhv eləmirəm, kondisioner də olmalı. Bura oldu mətbəx. Bura bir otaqdır. Bir otaqdır. Onun zalı da ki, zal hissəsidir. Qoşa daşla tikilib. Önəmlisi odur ki, qoşa daşla tikilib. Sanitar qoşaqda aksesuarları qoyulur. Bura oldu bizim zal hissəmiz. Bax, bu cür. Ora yataq otağıdır. Burada zal hissəmiz. Bu geniş zal hissəmiz. Pəncərələrin qarşısı hamısı açıqdır. Hətta. Qiyməti 61.500 manata. Deməli, kommunallar keçəcək, qiymətləndirmə sənədi olacaq. Bələdiyyədə qeydiyyata evi salacaq. İnşallah. Yəni, bu da hamısı bizim üzərimizə düşür. Kanalımıza abunə olun, videonu bəyənin. Bu ev barədə kimin nə sualı varsa, bizlə əlaqə saxlasın. Sağ olun, minnətdaram. Kasıbların dostu dayı getdi.